Salam dostlar. Bugün mikrofonla danışıram. İstəyirəm artıq mikrofondan istifadə eləməyə başlayım. Alandan heç istifadə eləməmişəm. Çöldə olanda daha çox lazım olur əslində. Daha çox çöldə olanda lazım olur. Çünki bəzən hava küləkli olur, səsli məkanlar olur. Ona görə mikrofon orada işimə yaraya bilər. Belə, bu günlərim rəfiqələrimlə kol edəcəyik. Marmarisdən sonra heç danışmamışıq. Artıq 2 həftə olubdur. Düşündük ki, bugün kol edək. Mən də hazırlaşdım. Birazdan çıxacağam. İstəyirəm gedim hardasa oturum. Əslində acmışam, bir şey də yemək istəyirəm. Oradan da rəfiqələrimlə kol edəcəyik. Bu arada make-up'ımı eləmişəm. Dərim qaralandan sonra son zamanlar bu bronzer istifadə eləməyə başlamışam. Bəlkə bunu yaxama taxım. Bəli, belə. Belə bir bronzerim var idi, almışdım. Bu bronzer istifadə edirəm. Özünün belə parıltısı var, amma çox da deyil. Bir də Kiko'dan belə bir ənliyim var idi. Bu ikisini qarışdırıram. Bilmirəm üzümdə görsənir yoxsa yox. Belə parıltılı effekti var. Bunu çox bəyənirəm. Demək olar rəngim tündləşəndən kontur istifadə eləmirəm. Ancaq bronzerla ənli istifadə edirəm. Belə. Hazırlaşmışam. Sadəcə bir dənə yadımdan çıxdı. Saçıma yağ vurmalıyam. Onu da vurum. Gedək. Hava indi gün çıxıbdır. Bu Shiseido brendinin belə deyim saç məhsuludur. Çox gözəldir, iyi, çox gözəldir. Həmçinin maskası var, maskasını da istifadə edirəm artıq. Bəyənirəm. Qiyməti çox uyğun idi. Maskanı səhv eləmirəmsə 600 yenə almışdım. Saç yağı da 1400, nəsə belə 1400 yenə olmalıydı. Belə, saç rəngim də açılıbdır. Axırıncı bu sizə də demişdim. İstifadə elədiyim əlim mikrofona dəyirmi deyirəm, səsim kəsilmir. Axırıncı istifadə elədiyim saç boyası mid blonddur və baxın buraları necə belə highlightlar olub. Hansı ki mən bunu sadəcə bir saç boyası ilə eləmişəm. Düşünürəm ki belə rəngi alındırmaq üçün xeyli pul tökürlər salonlarda və sevindim ki özüm bunu eləyə bildim. Bayaq dediyim kimi hava günəşlidir, ancaq hardasa yarım saat əvvəl leysan yağış yağırdı və hava tutulmuşdu, qapqaranlıq olmuşdu. Daha sonra gün çıxdı, çox qəribə, ona görə uzun qol geymişəm. Düşünürəm ki üstdən dəri kurtka geyinəcəm. Amma yəni belini bilmək olmur, ona görə də yəni ki dəri kurtkamı geyinəcəm. İndi birazdan hazırlaşıb çıxacağam. Deyəsən mikrofonu qoşa bildim axır ki. Bilmirəm, əmin deyiləm. Bayaq danışanda mikrofon qoşuluydu yoxsa yox. Parfüm sıxacağam. Bu dəfə Givenchy'dən belə bir parfüm sıxacağım. Bu daha çox belə deyim qış ətridir. Ümid edirəm mikrofona sıxmadı. Daha çox qışda istifadə eləməyə uyğundur. Belə mən yaza yaxın açmışdım. Düşündüm ki havalar sərinləşir, istifadə edə bilərəm. İsə geyinim. Belə bir dəri gödəkçəm var. Bunu Flea Marketdən almışdım. Bu yaxınlarda videosu da var. İnanılmaz bəyənərək almışam. Second handdir, yəni ikinci əl. Amma əsl dəridir və çox cool olduğunu düşünərək aldım. Adətən belə dəri gödəkçələr olmur, böyük olur. Amma bu tam mənim ölçümdədir və tam mənim əynimədir. Bu hissələrinin qabarıq olmağını çox sevdim. Detallarının gold olmağını çox sevdim. Çünki adətən belə kutkalar gold olmur. Gümüş rəngdə olur detalları və arxasına baxın necədir. Görürsünüz. İdeal. Bir də cibləri buradadır bu formada. Çox cool olduğunu düşündüm və inanılmaz bəyənərək aldım. Bunu 65 euroya almışam, səhv eləmirəmsə. Belə çantamı yığmışam və təbii ki qulaqlıq götürürəm. Kol edəcəyim üçün. Bu qədər bu çantamı götürəcəm Cadence Bate'dən. Bu burloklar da Yaponiyada taxtıqlarımda qalıb. Heç demək olar çıxartmıram. Bu qədər hazıram. İndi çıxacağam. Bir də günə inəyə götürməliyəm. Çünki günəş var. Amma zontik götürüm yoxsa yox onu düşünürəm. Nəysə. Bir də sizə bu yeni aldığım ağacı göstərim. Bilmirəm göstərmişdim. Action'dan almışam və inanılmaz yaraşdırdığım bu aksesuarlarla bir yerdə mənə Yaponiyanı xatırladır. Çox sevərək, belə deyim, dizayn eləmişəm buranı. Bizdə bu pərdənin arxası bütün paltar şkafıdır və Mochinin ən çox sevdiyi yer buradır. Girir, burada kutkaların altında oturur. Görsənir, bilmirəm. Yatır özü üçün. Ən sevdiyi yerlərdən biri buradır hal-hazırda. Soğuzunda. Bir də yeni çamadan almışdım, xatırlayırsınızsa. Üzərinə belə case almışam, bilmirəm nə deyilir, cover üçün. Çox bəyəndim, AliExpressdən sifariş eləmişdim və çox keyfiyyətli gəldi. Ölçüsünü də birəbir tutuzdurmuşam. Qeyd edeyim ki, orada inçlərlə qeyd olunmuşdu. Məndə el razmerdir. Ölçüsü də burada qeyd olunmalıdır. Baxın. Ölçüsü budur, ikinci. Və mən 28 inç sifariş elədim. Birəbir oldu. Çox gözəldir.
Bugün yəqin ki, bu ayaqqabılarımı geyinərəm, unsukalarımı. Ağ, qara krasovkalarım, Nike-dan olanları çox geyinirəm, çox rahatdır. Bunu da sevirəm. Düşündüm ki, bugün bunu geyinim. Gəlmişəm Yapon restoranına. Bura daha əvvəl gəlmişdik Salihlə. Yeməkləri çox dadlıdır. Hətta deyim ki, Yaponiyada yediklərimizdən də dadlıydı. Qiymətləri ortadır. Yaponiyaya baxanda biraz bahadır və çox dadlı şirniyyat yemişdim. Həm də bugün biraz acmışam. Günorta səhər də normal bir şey yeməmişəm. Düşündüm ki, gəlim bura. Həm burada çox maraqlı bir dənə sendviç var idi, onu try eləmək istirdim. Həm də kofe də var. Ona görə burada oturdum. Adam da əslində çox deyil. Rahat da danışa bilərəm. Belə, əsl çölü də var. Sadəcə çöl indi sizə göstərərəm. Təmir gedir, çox pisdir deyə orada oturmamaq qərarına gəldim. Görürsünüz, çöldə necədir görüntü. Ona görə də qərara gəldim ki, içəridə oturum. Sifarişlərim gəlsin, onları da göstərərəm. Gəlin dadına baxaq. Çox dadlı görsənir əslində. Bu salfetka verməyiblər, qəribədir. Salfetka yoxdur. Sandviç belədir. Çox dadlıdır. Almaniyada çox yerində restoranlarda, kafelərdə Wi-Fi olmur. Few moments later. Deməli, qızlarla danışdım, gəldim. Görüm ki, bağlamam gəlib. Shein-dən bir neçə geyim sifariş eləmişdim Bali üçün. Geyim bir də üst geyimdir daha çox. Gəlin onları birlikdə açaq. Birincisi budur. Belə bir üstü. Görürsünüz, belə biser işləməli. Səhv eləmirəmsə. Ön tərəfi budur, hə. Ön tərəfi budur. Qəşəngdir. Gözlədiyimdən daha gözəl gəldi. Bu formada. Arxası isə tamamilə belə iplərlə bağlıdır. Bəyəndim, çox gözəldir. Və belə qablaşdırmada gələn, belə deyim, bağlamaları çox bəyənirəm. Çünki mən bunları istifadə edirəm. Daha sonra səyahətə gedəndə geyimlərimi qoyuram. İkinci bağlamamız da eyni cür qablaşdırmada gəlib. Bu da eyni formada belə bir bluzdur, görürsünüz. Rəngini çox bəyəndim. Bunun da arxası belə iplərlə bağlanır. Yəni bluzun önü var ancaq, arxası yoxdur. Düşünürəm ki, bunu da orada maraqlı kombinləyə bilərəm. Daha sonra belə bir top sifariş eləmişəm. Bunun da arxası bu formadadır. Materialı inanılmaz yumuşaqdır. Çox bəyəndim. Rəngi də qəşəngdir. Çox qəşəng materialı var. Mən ümumiyyətlə boyundan keçirilən belə, türklər ona halter yaka deyir, bluzları özümə daha çox yaraşdırıram. Rəngini də bəyənmişdim. Mən şəkildəkindən daha gözəldir, sizə deyim. Sonuncu bağlamamız isə belə bir cins korset. Korsetdir. Arxasında belə bir zamoku var. Çox gözəldir. Açığı şəkildəkindən gözəldir. Belə gələcəyini düşünmürdüm. Bunu inanılmaz bəyəndim. Bunu deyim ki, təkcə yayda yox, payızda da ağ köynəyin üstündən geyinib çox gözəl kombinləmək olar. Möhtəşəm. Bunu da bəyəndim. Və sonda belə bir şey sifariş eləmişəm. Belə bağlamaq üçün. Görürsünüz necədir? Biserlərdəndir. Sadəcə toplar geyinəndə belə bağlamaq üçün aksesuardır. Əslində o gün Shein-dən bir-iki başqa şeylər də sifariş eləmişəm. Bir dənə çox gözəl don sifariş eləmişəm. Qırmızı rəngdə, amma belə qəşəng qırmızı idi. Və onunla birlikdə taxmaq üçün boyunbağı sifariş eləmişəm. O da əslində çatmalıdır. Çatsa göstərərəm. Bu arada sifarişlərdən ən çox bəyəndiyiniz hansı oldu? Aşağıda rəqdə qeyd edin. Əgər istəsəz linkini də göndərə bilərəm. Kommentlərdə bildirməyi unutmayın. The next day. Ya, hazırlaşmışam. Birazdan çıxacağam. Dün əllərim fenim partladı. Divanın üstünə su dağılmışdı. İstirdim onu qurudum. Elə taxan kimi partladı. Mən də əslində Bigo başlıqlı fen yoxdur başqa. Və TK Maxx-dan bir dənə Bigo başlıqlı fen görmüşdüm. Düşünürəm gedim onu alım. Formada geyinmişəm. Bir dəqiqəsi də göstərim. Deyirsinizsə,
TK Maxx-dan almışdım. Birinci dəfədir geyinirəm hələ ki. Heç nə, indi çıxacağam birazdan. Alım sizə də göstərərəm. Ümid edirəm ki, o bir dənəsini görmüşdüm, hələ də qalıb. Sadəcə mən onu çoxdan görmüşəm. Ümid edirəm hələ də var. Onda görəndə fikirləşdim ki, mənim fenim var, ehtiyac yoxdur, ona görə almadım. İndi tam belə deyim də elə başlıqlı fen almağı düşünürəm. Özündə bitişik biqo başlığı olan bir fen idi və balaca idi, kompakt idi. Elə bir şey mənim üçün idealdır. Çünki mən ancaq saçımı elə quruduram. Dyson falan almağa da belə baxıram ki, ehtiyac yoxdur. Çünki mən saçımı başqa cür demək olar heç istifadə eləmirəm. Dyson-a o qədər pul verməyin adı yoxdur. Düzdür, kimsə hədiyyə eləmək istəyirsə etiraz eləmərəm. Amma bu dəqiqə must-have deyil mənim üçün Dyson. Saçımı düzləşdirmiş olsaydım, elə istifadə etmiş olsaydım, məsələn daha əvvəllər düz istifadə edirdim. O vaxtlar olsaydı əminəm ki, almışdım artıq rahatlığına görə. Amma indiki halda heç ehtiyacım yoxdur. Yəni onun yoxluğunu heç çəkmirəm belə deyək. Heç nə, indi hazırlaşıb çıxacağam. Gedim görüm, tapa bilirəmmi? Əziz tamaşaçılar, bugün biz pasta yeməyə gəlmişik. Gönül sizə göstərəcək pasta necə yemək lazımdır. Bu lifestyle vlogdur. Burada belə şeylər olur. Pasta necə yeyirsən, suyu necə içirsən. Deməli biz gəlmişik. Evimizin yanında bir dənə restoran var. Saat 3-ə qədər lunch verir. Pasta, bir də wine, şərab. Belə bir menyuları var. Biz də çoxdan gəlmək istəyirdik. Şərab yox, çaxır. Gəldik. Niyə şərab da demək olar da. Menyu burada yazılıb. Mən görsənir yoxsa yox. Belə bir salat gətirdilər bizə. Bir də ağ şərab. Dadlıdır. Soğanlarımız gəldi. Bu truffle sousdur. Bu da ravioli tomat sousunda. The next day. Bugünkü lokum bu formadadır. Gəlin sizə tam göstərim. Bu ayaqqabılarımı geymişəm. Düşündüm ki, bu çantam və tişörtümlə uyğun olar. Pencək, Salihin pencəyidir. Belə. Bağlamanın birini post ofise vermişdilər. Gəldim, onu götürdüm. Hatırlayırsınız, demişdim Şireyndən bir dənə çox gözəl paltar sifariş eləmişəm. O gəlib. Onu götürdüm. İndi gedirəm Potsdamer Plaza, TK Maxx-a. Özümə fen baxacağım. Keçən dəfə getdim fen baxmağa. Tərslikdən mənim gördüyüm fen hər yerdə qutarıb. 30 euroya gördüyüm fen başqa bir versiyası 80 euroyadır. Mən də 80 euro vermək istəmirəm açığı. Görüm, əgər tapsam ondan əla olardı. Potsdamer Plaza çatdım. Bura birinci dəfə Salihlə Christmas marketə gəlmişdik, yadımdadır. Ondan sonra gəlməmişəm. Bura da qəşəng rayondur. Mənə sadəcə o biri tərəf lazım idi deyəsən, səhv çıxdım. Əmin deyiləm. Ya da yox, düz çıxmışam. Baxın, qarşıda orada qışda Christmas market olur. Bu hissədə. Yəqin ki, noyabrda artıq açılacaq. Bizim gəldiyimiz ilk Christmas market idi 2024-də. Bu binaya baxın, elə bir New Yorkdur. Burada biz təsadüfən tapmışdıq TK Maxx-ı. Əslində qışda Salihə buradan kurtka almışdıq. Və düşünürəm ki, bura daha az gəlinən mol olduğu üçün bəlkə mən istədiyim feni burada tapa bilərəm. Amma əmin deyiləm. Həmişə belədir. Nəyisə axtarmayanda qarşıva çıxır. Nəsə sənə lazımdırsa, yəni zakon podluysa onu tapa bilmirsən. Görək, şansımızı yoxlayaq.
Olmasa əgər onlaynda 60 evroya birini görmüşəm. Çox güman ki onu alacağım. Çünki Baliyə gedəndə mənə fen lazımdır. Bu binaya baxın, bunu çox bəyəndim. Bugün hava küləklidir. Mən də pencəkdə çıxmışam. Əslində çox soyuq deyil, amma biraz payız havasıdır. Mən buranı Christmasda çəkmişdim, indi xatırlayıram. Buranın girişini. Baxın, burada yadımdadır. Christmasla bağlı belə stand qurmuşdular. Maraqlı. Bu da həmin moldur. Gedək. Çox ümid edirəm ki, bu TK Maxx-a taparam. Görək. Çoxdan da bura gəlmirəm. Çox qəşəngdir bura. Baxın. Bu TK Maxx da çox böyükdür. Yadımdadır. Nəysə, mən biraz mağazaya baxım. Sonra çəkərəm. Göstərirəm. Tapa bilsəm əgər. Baxın, burada Olaplex 3 tapdım. 20 evroya. Düşünürəm ki, bəlkə alım. Əslində mən şampunu olsa şampunu alardım. Burada baxıram Olaplex məhsulları da var. Şampunu 4 nömrə olmalıdır. İstifadə edirəm, çox bəyəndim. Baxacam indi. Və fenlər olan hissə. Gəlin baxaq görək, mənim istədiyim fen var. Nəysə gözümə dəymir. Baxın, mən istədiyim belə bir şeydir. Amma bunlar 80 evrodur. Bunların başqa versiyası var idi. Onlar 30 evroydu. Deyəsən o da yoxdur. Öf, nə pis oldu o. Qolbağa baxın. Çox gözəldir. Bu neçədir? Qiyməti cəmi 13 evrodur. Sonra buna baxın. Bu da 13 evrodur. Bunu çox bəyəndim. Qeyd edim ki, burada belə çox üst geyimləri olur. Çoxu da brendlərə məxsus olur və ölçüyə uyğun olaraq belə yerləşdiriblər. Gəlsəz Almaniyaya mütləq TK Maxx-a baxın məncə. Çox maraqlı məhsullar tapmaq olur uyğun qiymətə. Məncə bəyənəcəksiniz. Məsələn, baxın, belə Geox kurtka var. Qiyməti 70 evrodur. Əminəm ki, öz mağazasında daha bahadır. Başqa nə var? Bunlar böyük ölçülərdir. Məsələn, belə bir kurtka var Donna Karana'dan. 120'dir, 120 evro. Tommy'dən 100 evro. Baxın. Buna baxın. Michael Kors'dan belə bir kurtkadır. Qiyməti 80 evrodur. Əslində pis deyil. Michael Kors'un normalda kurtkalarını bəyənmirəm, ona görə deyirəm. Burada çoxdur, məsələn, baxın. Deməli, qızlar, belə bir dənə ətək tapmışam. Görürsünüz necədir. Çox maraqlı belə işləməsi var. Leopardır. Belə qərara gəlmişəm ki, daha doğrusu belə qənaətə gəlmişəm ki, mən leopard sevməyə başlamışam. Bunu inanılmaz cool kombinləmək olar. Bir dənə də üst bəyəndim. Əslində elə pencəklə bir yerdə geyinə bilərəm. Bu üstə qərarsız idi. Düz heç nəyə oxşamır. Amma geyindim, baxdım, möhtəşəm idi. Sadəcə o ikisini götürəcəm. Çox gözəl şeylər var. Ətəyə sadəcə belə ürəyim getdi. Təcrübə onu geymək istəyirəm. Qiyməti 10 evrodur, təsəvvür edirsiniz və Zara'dır. Yes. Bundan sonra Zara'dan heç almaq istəmirəm. Çünki hər şey burada o qədər ucuzdur ki, gedib Zara'dan nəsə almaq belə hər şey artıq mənə çox baha gəlir orada. Few moments later. Hours later. Mən gəldim evə. Təəssüf ki, feni tapmadım. Onlayndan yəqin ki, çox güman ki alacağam. Amma aldıqlarımı sizə göstəreyim. Çox bəyəndiyim Zara ətəyi aldım.
Baxın, bu ətəyi aldım və belə bir bluz aldım. Bu da Zara'dır. Görürsüz. Bunu 5 euroya almışam. İkisi bir yerdə çox gözəl oldu, məç oldu. Ona görə aldım. Daha sonra belə bir exfoliating BHA toner almışam. Bu da endirimdə idi. Tərkibinə baxdım. 80 göstərdi yukada. Belə bir Olaplex krem aldım. Bu da normaldakı qiymətindən ucuz idi. 20 euroydu. Daha sonra belə bir zəncir rimen var idi. Bu da Bershkadır və qiyməti 4 euroydu, təsəvvür edin. Məndə beləsi var idi. Gül deyildi, günəş idi. Artıq rəngi solub. Mən onu Trendyoldan almışdım. Fikirləşdim ki, bunu da Balidə istifadə edərəm. Və həmçinin belə bir çox gözəl rimen var idi. Buna baxın. Bu da Stradivarius'dur. Moça acı. Stradivarius'dur və qiyməti 6 euroydu sadəcə. Əminəm ki, bu Stradivarius'da daha baha olur. Bu necə baş verir bilmirəm, amma son zamanlar CK Maxx-da çox gözəl Zara, Bershka, Pull&Bear belə məhsullar tapıram. Bugün aldıqlarım bu oldu. Bu 20 euroydu. Hamısına bir yerdə 50 euro vermişəmdir, belə deyək. Bunlar hamısı 30 euro tutdu. Bu da 20 euro. Belə. Siz ən çox aldıqlarımdan nəyi bəyəndiniz? Ümumiyyətlə Olaplex istifadə etmisinizmi? Şərhlərdə aşağıda qeyd eləyin. Və ən bəyəndiyiniz BHA exfoliator hansıdır? Mən məsələn Ordinary istifadə edirəm hal-hazırda. O bitmək üzrədir. Bunu da yoxlamaq istədim. Şərhlərinizi gözləyirəm. Catrice'dən belə bir lip gloss almışam. Mentollu, plump effekti olan və içində bilmirəm görsənir yoxsa yox, belə mavili yansımaları var. Gəlin test eləyək. Mentollu olduğu üçün biraz yandırır, amma görək necədir. Yəqin ki, biraz keçməlidir ki, tam effekti görsənsin. Amma mən belə içində görürsünüz də necə yansımaları var. Bu yansımalarına görə aldım. Hansısa dodaq boyasının üzərindən tətbiq eləyib istifadə eləmək olar. Həm də düşünürəm ki, yəqin ki, böyütmə effekti var. Biraz belə plump effekti var. İstifadə eləyəcəm. Xoşuma gəldi. Mən oradan tam görsənir yoxsa yox. Belə, sizinlə də bölüşmək istədim. Bilmirəm, Catrice bəlkə Rosemonda ola bilər Bakıda, amma əmin deyiləm. Essence bilirəm ki, var, amma Catrice'dən əmin deyiləm. Catrice'də də Essence kimi çox gözəl məhsullar var və uyğun qiymətə. Mənim üz bazamda Catrice'dir. Yaponiyaya gedəndə almışdım. Çox bəyəndim. Yəni 4.95-ə almışam qiyməti. Bu da eyni 4.95 idi, səhv eləmirəmsə. Yəni o baza möhtəşəmdir. Makyajı bütün gün üzdə saxlayır. İndi yarısı qalıbdır. Saxlamışam, Baliyə gedəndə istifadə edəcəm. İnanılmaz məhsuldur. Mütləq Catrice məhsullarına baxa bilərsiniz. Biraz keçdi, istədim effektini sizə göstərim. Baxın. Sanki böyütdü dodaqlarımı. Çox bəyəndim və hissiyatı da narahat eləmir. Yəni çox az belə mentol var. Yəni hissiyat olaraq, amma yəni böyütdü. Çox bəyəndim. Yeni məhsul tapdım, belə deyim. Yeni tapıntım budur. The next day. Salam dostlar. Yadınızdasa fen almalıydım və onu belə deyim mağazada tapmadıq deyə onlaynla sifariş elədik. Gəlin bağlamamızı açaq. Düzü mən də bağlamanı götürmüşəm. Hələ heç baxmamışam. Görək necədir. Deməli, istədiyim fen bu idi və mən onu belə deyim Amazondan tapdım. Və qeyd edeyim ki, yoldaşımın Amazonda endirimi var idi deyə bizdə hardasa bu fen 50 euroya başa gəldi. Öz qiyməti 66 euroydu, səhv etmirəmsə. Digər belə deyim qara rəngi olanı var, hansı ki mən görürdüm. Onu CK Maxx-da o bundan da baxadı. O 80 euroydu. Mən o qədər pul vermək istəmədiyim üçün bunu aldım. Gəlin baxaq. Baxın, belə bir fendir. Görürsünüz necə kompakt, balaca, sırf bigo hissəsi var və bu hissəsi də, yəni fen hissəsi budur. Bildiyiniz fen bigodan ibarətdir. Bugün elə saçımı uyuyacam, test eləyəcəm. Alınsa sizin üçün də çəkərəm, amma söz vermirəm. Çox kompaktdır. Sırf mən bunu istəyirdim, ona görə başqalarını almadım. Ümid edirəm çox yaxşı çıxar. Kompakt olduğu üçün də səyahətdə filan yanımda aparmaq üçün ideal olacaq.
Belə, sizinlə də bölüşmək istədim. Fikirlərinizi rəydə bildirin. Ümumiyyətlə belə bir fen istifadə etmisinizmi? Qeyd edeyim ki, əgər Bakıda məsələn almaq istəyirsinizsə, Arzum brendinin bu formada feni var. Mən ilk öncə onlarda görmüşdüm. Baxın, Trendyoldan sifariş edə bilərsiniz. Qiyməti 168 manat göstərir. Baxın budur, amma düzdür hələ endirimli qiymətdir. Amma mənim yadımdadır bu əvvəl 100 manat idi. Qiyməti xeyli qalxıb. Baxın yenə də endirimdə filan istəsəz bundan ala bilərsiniz. 3 hours later. Salam hər kəsə. Saçımı yuyub gəlmişəm, daha doğrusu cim gəlmişəm. İndi bu feni birlikdə test eləyəcəyik. İlk öncə təbii ki saçlarıma krem vuracağam vurmaq üçün. Əslində o addımı da çəkə bilərəm. Bütün məhsulları göstərəcəm və addan aşağıda qeyd edəcəm. Bu hissəsini tez-tez keçmək istəyirəm. Daha sonra isə feni birlikdə test eləyəcəyik. Getdik. Məncə bu videonu burada saxlayaq. Çünki mənim saçım normalda çox gec quruyur. Mən onu hiss edirəm. Yəni burada oturub indi saatlarla bunu qurutmağın mənası yoxdur. Əslində belə ilk izlənim olaraq bəyəndim. Məncə digərinə nisbətən daha yaxşıdır. Çünki içərisi belə deyim, ağzı çox böyükdür və demək olar bütün saçı içinə ala bilir və az xodda adətən belə bir qollu fenlər işləyir deyə belə nisbətən belə deyim gec quruyur, amma deyərdim ki, artıq bir hissəsini qurudubdu. Nəysə. Son fikirlərimi sabahları sizinlə bölüşəcəm. İndi gedim davamını qurudum. Daha doğrusu ondan öncə üzümə gedib kremlər vuracağam və gedib serialıma baxmaq istəyirəm. Fikirlərimi sabah sizinlə bölüşəcəm. Bugünlük bu qədər, hələlik. The next day. Salam hər kəsə. Saçlarım barədə qısa update. Dünən qurutdum. Bir neçə dəfə təbii ki qurutmalı oldum ki qurusun. Amma bəyəndim. Yəni rahatdır. Bir də hava çox vurmur deyə belə deyim saçları uçurmur. Bu da buruq saçlar üçün önəmlidir ki, elektriklənmə yaranmasın. Məncə bir-iki dəfə istifadə etməliyəm ki, əlim öyrəşsin. Adətən belə olur. Sadəcə qısa bir update keçmək istədim. Hələ ki razıyam. Görək. Əsas qışda məncə dəqiq biləcəm ki, tez qurudur yoxsa yox. Düzü mənə elə gəldi, normaldan tez qurudur, amma hələ ki havalar istidir, qışda daha yaxşı biləcəm. Belə.